Salam, hər vaxtınız xeyir, dəyərli radyo sevərlər. Bugünkü radyo buraxılışımızda iki mövzu haqqında danışacağıq. Aparıcınız mən, 11-ci sinif şagirdi Əliyev Məhəmməddir. Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünə məxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması günüdür. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı. Xüsusi təyinatlı qüvvələrin formalaşmasında 1-ci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun xüsusi təyinatlı qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılır. Xüsusi təyinatlı qüvvələrin üzvü seçilmək hüququ hər adama nəsib olmur. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi çox vacib şərtlərdəndir. Həmin qüvvələrin üzvlərinə əlbayaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimetrik, döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edir və dəfələrlə Amerika Birləşmiş Ştatları, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər. Müxtəlif hərbi əməliyyatları uğurla tamamlamış xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti 2016-cı ilin aprel döyüşlərində öz peşəkarlıqları ilə sanki 4 il sonra əldə ediləcək tarixi zəfərin anonsunu verdilər. Vətən müharibəsində isə Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazan xüsusi təyinatlı qüvvələrin mənsubları ən mühüm əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər burada fədakarlıq, ölümün üzərinə sığma həlledici amillərdən idi. Xüsusi təyinatlı qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycanın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı fəxri adlarına layiq görülürlər. Eləcə də müxtəlif orden və medallarla təltif olunurlar. Azərbaycan xüsusi təyinatlı qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədən sonraki dövrdə də ordu quruculuq prosesi yeni reallığa uyğun formalaşdırılmaqla davam edir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən xüsusi təyinatlı qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariyə hazırdır. Xüsusi təyinatlı qüvvələri bugün münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayır. Digər mövzumuz isə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsinin il dönümünə həsr olunur. Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilmiş terror aktının növbəti il dönümüdür. Terror hadisəsindən 16 il ötür. 2009-cu il Aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna daxil olan terrorçunun 1-ci mərtəbədən 6-cı mərtəbə ilə qarşısına çıxanlara Makarov tipli tapancadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürür. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərdə Əsədovuna məxsus şəxsiyyət vəsiqəsi, Makarov tipli tabanca, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tabanca sandıqçası aşkar edilərək götürülür. Cinayət işi üzrə təqsirli bilinən 4 nəfər də layiqli cəzalarını alır. 2009-cu il mayın 1-də Prezident İlham Əliyev
Azərbaycan Dövlət Neft Akademiyasına baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən həlak olan ailələrin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilir. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Universitetin terror aktının törədildiyi 2-ci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan bir sal yadına sənədli filmi çəkilir. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hər il terror aktının il dönümü müxtəlif tədbirlərlə qeyd olunur. Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bugün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Bugünkü radio efirimizin sonuna çatdıq. Növbəti buraxılışlarda görüşənədək.